Sosial şəbəkədə açdığı canlı yayım zamanı Ləman haqqında səsləndirilən 4 evi var iddialarına münasibət bildirib. O, bu sözlərin həqiqəti əks etdirmədiyini vurğulayaraq emosional açıqlama verib. Ləman bildirib ki, onun haqqında əsassız iddialar səsləndirən və haqqına girən insanları Allaha həvalə edir. Mənim haqqıma girənləri Allaha tapşırıram, deyə o canlı yayımda qeyd edib. Həmin görüntüləri təqdim edirik. Onları ev üzünə həsrət qoysun. Elə didərgin salsın ki, evlərindən heç evlərinə girməyə qismət olmasın. Ev deyə yanıb tutursunlar, əzizlərinə həsrət qalsınlar, evlərinə həsrət qalsınlar. Mənim haqqıma girənləri mən o göydəki Allaha tapşırım. Və mənim haqqıma girənlər də ortalıqdadır. Mənim haqqıma girməyin. Sizi izləyici kimi tanımıram, düşünürsünüz ki, məni görmür, amma mən səni Allaha tapşırıram. İnan ki, Allah bilir sən kimsən. Yadında saxla. Mənim haqqıma girmə. 7 ildir TikTok'dadır. Az mən 7 ildir uşağa baxıram. Mən bir dənə aliment almıram. Uşağa baxmaq sizə hasant gəlməsin. Mənə hər gün burada şirin versal gəlmir. Mən 7-24 oyun oynamıram. Mən heç 7 ay canlatmadım. Ev pulu verirəm, kiraya pulu verirəm. Qəribə insanlarsınız. İşləyirsiniz də bir şey eləyə bilirsiniz. Markete girirsiniz. Lotereya ilə ailə dolandırırsınız. Ayı 1000 manata yaxın 2000 manata maaş alır. Çatdıra bilirsiniz, zırt çatdıra bilirsiniz. Çatdırmaq olmur. Yağ almırsan, ət almırsan 100 manat xərcləyirsən. Günə ən az 30-40 manat xərcləyirsən marketə. 2 günə də produkt qutarır. Niyə Allahsız danışırsınız? Bu evin işıq pılısı var, qaz pılısı var. Mən gedib ərimdən pul almıram. Mən tək baxıram uşağıma. Mən 7 ildir bir dənə aliment almamışam mən. Başa düşdünüz? Nə də hər gün mən burada dollar 1000 qazanmıram. Yazıq canım, ayda ildə bir dəfə sıralamaya düşürəm. 7 ayda da canlatmıram. Elə yapışmışsınız bütün günü buradasan, bütün günü buradasan. Cəmaatın əri var bütün günü buradadır. Danışanda da 7 aylıqla ağlayırlar ərləri ola. Oturanda da cırılırlar. Koftamın qiyməti 100 manat, ətrimin qiyməti 300 manat. Sonra da otururlar ki, uşağıma baxmağa gəlir. Uşağıma baxmaq üçün eləyirəm. Bəs hansı günü və xərcləyirsə o 500 manatlıq ətri? Nə vacibdir? Danışanda da oluram pis. Düz deyirəm də. Bir dənə quyruqları qapı arasında qalan kimi özləri mənə deyirlər uşaq atır ortaya. Uşaq atırlar ortalığa. Düz danışıram, bəli. Mən nə edirəm? 7-24 otururam evimdə. Bəlkə hər gün gedib şəhərdə otururam. 200 manat, 300 manat şot verirəm. 10 bunun qarnında özdürürəm. Nə edirəm? Oturmuşam, peykam eləyirəm. Heç mənə elə gün olur ki, normal hədiyyə də gəlmir. Allahınızla danışın da. İşləyirəm də əl çəkmirlər məndən. Mən mağazalara baha qiymətə getmirəm qızlar. Mən obrislar kimi risovka deyiləm. Ayı 5000-ə gedirlər, bir videonu 2000-ə çəkirlər. Sonradan görən görməmişlər. Bir dənə qaynağı neçə manata qoyurlar. Mən onlardan deyiləm. Mən normal hamının işlədiyi maaşa gedib işləyirəm mən. Elə bilirlər, elə 200 yerdişdirəm, altım doludur. Göy evim olsa sizdən niyə gizlədim ki? Bəyən burada dəstəkçilər ev olana hədiyyə atmır. O halda gizlədərəm ki, sizdən kart qoyaram, sizdən pul alaram. Uşağıma yemək alıram, ev pulu verirəm, onu verirəm, bunu verirəm. Alladaram ki, mən buradan deyərəm evim var, bunlar mənim kartıma pul atmaz. Mən burada oyun oynayıram, heç kəsin də cibinə girib məcbur eləmirəm. İstəyən mənim peykama baxır, hədiyyə atır, istəməyən atmır. Biri xətrimi çox istəyir atır, biri oyunuma baxır atır. Dəstəkçi bəyəm burada ajları atır.